Elə dedim la ilahə illallah. İndi sən bir adama deyə bilərsən, ay qardaş sən la ilahə illallahla bitmir. Deyirəm mən müsəlmanam. Nə danışırsan sən? Mən müsəlmanam. Mən müsəlmanam. Haram müsəlmandır? Süfrəmdən içki əski olmur, haram əski olmur. Haram müsəlmandır sənin? Bir dəfə alnın sənin səcdə görməyib. Bir dəfə Allahın qabağında əyilməmisən, özündən neynirsən, din uydurursan, özündən ibadət növü uydurursan, qəlbin təmiz olsun, nə bilim, nə olsun. Allah bilmirdi, elə qəlb təmiz olmağı kifayət edir, bir də bizi namaza əmr eləyir.